Özünüzü təqdim eləyin. Mən Aslanov Cavid Maqsudoğlu, Vətən müharibəsi qazisiyəm. Bizim bu yollarımız bərbad vəziyyətdədir. Torpaqlarımız sənədsizdir, işıqlarımız zəifləyir. Əvvəl burada yaşayış az idi. Bir dənə işıq transformatoru qoydular. Amma indi əhali çoxdur, o transformator çatdırmır. İşıqlar hətta yəni çox aşağı enir. Elə bir sıxı çözərtisi kimi olur. Başçısının qəbulunda da olmuşam və iclasda özü də dedi ki, həll olunsun problemlər, amma heç kim gəlib maraqlanmayıb, heç kim də yəni şikayət də yenə yazmışıq, şikayət deyiblər ki, 2024-cü ilin şeyində 2024-cü il planlarında tutulub, amma yəni heç nə yoxdur ortada. Elə necə var, elə də qalıb. İnsanlar necə gedir? Məktəbə gedən, işə gedən insanlar necə Vallahi keçə bilir? ancaq kimsə varsa öz maşını ilə də, yəni heç gəlib bir şey eləyir ki, taksi vurursan bu yola gəlib girmir də, yəni. Heç nə bilim, təcili yardım zəng edirsən, gərək özün çıxıb qabağına qarşılayasan ki, gör qoy təcili yardım gəlib çıxsın bura. Mənə verilən məlumat əsasında bu yolların çoxunun, əksəriyyətini siz özünüz bərpa eləmisiniz. Belə daşlar tökərək ki, heç olmasa palçığın qarşısı alınsın. Bəli, özümüz indi da buralar vapşın bərbad günlərdir, çox pis vəziyyət idi burada. İndi özümüz yəni azdan çoxdan nə isə bacardığımızı eləmişik, amma yəni yenə də vəziyyət yaxşı deyil də bu yollara. Heç lazım olanda adam harasa çıxa bilmir. Ailə yaşayır, uşaq yaşayır. Bu boyda yolu, bu boyda palçıqda. Bura indi hava yaxşıdır, yəni yer biraz yaxşıdır. Yağış yağdı, buralar palçıq, nə bilim, lehm olur bütöv. Su zad basıb bütöv buraları. Yəni bu boyda camaat, uşaqlar məktəbə gedir, gəlir, piyada gedir, çətinlik çəkirik. Bir Qarabağ əlili olaraq icra hakimiyyətini yaxından görmüsünüz. Bəli, icra başçısının özünü görmüşəm, qəbulunda olmuşam, özü ilə danışmışam. Özü iclasda demişdi ki, yəni həll olunsun, amma yəni yenə heç bir şey olmadı da. Nə vaxt üzərindən nə qədər müddət keçibdir? Çox keçib. Bilmirəm, yəni təxmini Bir il varmı? bəlkə də olar bir il. Bir il ərzində amma heç bir nəticəsi olmayıb bu Yox, söhbətlərdən sonra. heç bir şey olmayıb. Və kimə müraciət edirsiniz bu evə? İndi sözüm xüsusi orqanlaradır ki, yəni bizə köməklik göstərin. Bizə yəni bu vəziyyətdən çıxmamıza bir köməklik göstərin. Bizə bir yardım əli uzadın da. Yəni bu belə vallah heç nə yerlərin sənədi yoxdur. Heç bir evin sənədi falan yoxdur burada. İşıqdır, işıqlarımız belə yenə görürsüz də çəkiblər. Qoşullar axşam olur, bir dənə nə kondisioner işlətmək olmur, bir dənə nə xaldenikimiz, yəni o camaat, yəni bilirsiniz elektronika. Soyuducularınız, məişət əşyalarınız xarab olub Bunlar demək. elə ki, yəni normal bir voltajla işləyir də, amma o normaldan da aşağı düşür bizdə voltaj. Qalxır, düşür, qalxır, düşür. Yay olur, kondisioner olur, işlədə bilmirik. Yəni yollarımız belə, yəni valla kanalizasiya öz şotumuza çəkmişik biz burada hamısını. Öz hesabımıza, öz əlimizdən gələni bacardığımızı eləmişik burada. Son tələbiniz nədir? Xahiş edirik bununla bağlı bir tədbir görülsün, yəni bizə bir köməklik göstərilsin. İndiki icra hakimiyyəti Sumqayıtın ilk bələdiyyəsi idi. Hə, Onda biz buranı onda almışıq. onda elə öndərin elə əmri ilə, tapşırığı ilə biz buralara köçmüşük. Dedi kimin evi darısqalıqdır, haranı abadlaşdırır, icazə verin getsin tiksinsin. Bax həmin onda o Zakir Fərəcovun vaxtında bura başlayıb abadlaşmağa. Biz onda İlk onda biz başlamışıq. Amma sonradan bələdiyyə gəlib, kim gəlib, nə gəlməyib. Həmin o qazi deyilən yadigar adında oğlandır. Ona satıb. Fakt qazidir, müharibə veteranı. O da deyir qardaş, mənə buranı satıblar, mən buradan sizin kanalizasiyonu buraxmıram. Daraldı da belə. Biz də heç nə deyə bilmirik. Qazidir, əlində də sənədi var. Həm qazi kimi hörmətimiz var, həm də əlindəki sənəddən qorxuruq. İndi o da araşdırıb belə bizə hörmət əlaməti olaraq 2 metrəlik o çayın axınını eləyib yarım metr.
Bax, dərd onun dərdidir. Ona görə su qayıdır dala. Bir dənə yağış göydən gələn kimi hamısı qayıdır, girir həyətlərimizə. Evin içinə hətta girir. Bəli, bəli. Kiminsə evinə girir, kiminsə həyətinə. Bəs siz deyirsiniz ki, burada bütün evlər sənədsizdir. Bəs hansı sənədlərlə qaziyə satıb bu evi deyirsiniz? Yox, yox, müəyyənlərinə verir. Hə, Verir, müəyyənlər. verir. O onun qazini üstə. Məndən 10.000 pul istəyir, vermirəm. Amma qazidir, sənədi var, ona verirlər. Qızım, bizdə Mən vermirəm, belədir. verməyəcəm də. Özünüzü təqdim edin. Faiq Məmmədəli. Sizin əsas probleminiz nədir qardaş? Əsas problem yağışlar yağdı. Buralar su basır, kanaldır. Bu kanal. Hə, bu kanaldır, tutmur. Daşır o yandan qabağa alınıb. Balaca turba qoyublar. Burada vurur, çıxır bir də bura yola. Uşaqlar da məktəbə gedə bilmir. Deyir, təmiz buralar su olur. Bu Yol da, məsələ ilə bağlı asfalt da hara yoxdur. müraciət eləmisiniz? Neçə dəfə gəliblər, deyiblər ki, şəxsiyyət vərəqələrini şey eləmişik, Kimlər vermişik. Bələdiyyə də gəlib, Bələdiyyə. bələdiyyəyə də demişik. Onlar deyib düzələcək. Düzələcək, amma heç nə yoxdur. Nə zaman müddət ərzində demişdilər düzələcək? Deyir, baxılacaq. Daha bilməm Bir nə. il öncə olardı. Bir il olar. Amma bir il olar bələdiyyə buna gəlmiş. Bu yollar. Bu nədir belə qardaş? İldən çox olar. Heç bura gələn yoxdur qızım. Vallahi gəlib maraqlanan yoxdur. Biz də əziyyət çəkirik burada. Özünüzü təqdim edin. Özüm Həsənova Diləfruz. Bax bu evdə yaşayıram. Özdə şəhid bacısıyam. Allah rəhmət eləsin. Allah ölənlərə rəhmət eləsin. Biz çox əziyyət. Bax bu yolun hamısını özümüz çəkmişik. Bizə bir bələdiyyədən, bir icradan heç hərdən bir kömək olmur. Gedəndə də heç nə demirlər bizə. Bax belə gedir. Hələ indi yaxşıdır. İndi biraz turbatlıqlar düzəldiblər. Bax o tərəfi gedin çəkin. Mənim evimin dörd tərəfi gör bir şəhid bacısı nətər yerdə yaşayır. Göstərə bilərsiniz oranı? Bəli, bəli. Niyə Zəhmət olmasa göstərmirəm? Gəl yaxınlaşın. gedək. Gedək Bu göstərim. məsələ ilə bağlı icra hakimiyyətinə bir şəhid ailəsi kimi müraciət eləmisiniz? Eləməmişəm, yox. Eləməmişəm, amma elədin nə xeyri var? Elədin nə xeyri var? Düşünürsünüz ki, Düşünürəm müraciət ki, etsəniz də baxmazlar. Bəli, bəli. Düşünürəm ki, eləsək də elə bilirəm heç. Çünki bizim evlər dokumentsiz evlərdir. Daha əlaşsızlıqdan gəlib burada Hə, qalır. sənədsiz Mənim evlər. evim olsa əgər, mənim şəraitim olsa əgər, mən gəlib burada yaşayaram. Mən bir otaqlı, bir gözlü yataqxanada qalırdım. 3 dənə oğlan, yoldaşım özüm 5 nəfər bir otaqda qalırdıq. Məcburiyyət qarşısında biz gəldik bura biabır gündə idi. Buranı tikdik. Öz xərcimizlə də bax bu yolları çəkmişik. Hansı Bax, rayon üzü belə. sakinisiniz? Cəbrayıl rayonu. Hə, məcburi köçkün. Bəli, bəli. Bura nə gündədir? Yox, biz məcburi köçkün deyilik, mən burada qalanam da. Hə, siz bura gəlin gəlmisiniz. Bəli, bəli. Amma əsli kökünüz Cəbrayıl. Bəli, bəli, Cəbrayıl rayonunun Daxtmaz kəndindənəm. Qoyulaq düşdüm, kəndimin adı düşdü. Mənim kəndimdə nə qədər şəhidi var. Gördüyünüz kimi əzizləyicilər bərbat Yağış yağanda vəziyyətdədir. bax biz qaldıq biabır gündə. Bax bu daşır, bu kanal. Bizim həyətimizi Bu kanal daşır. Bəli, bəli. Həyətinizə də olur bu sular. Bəli, bəli. Bu su daşır bizim həyətə də olur. Hər tərəfdən mənim evim 2 kubik su altında olur. Təsəvvür et, 2 kubik su altında Buradan olur. daşır, verir də düz bizim evlərimizin Mən altına. elə bu tərəfə gəldim. Su balot olur. Daşqın olanda Buralar gölməçi olur. bax buralar yaman günə düşür. Baba buradan Aa, daşır. antisanitariyadır bura, nəmişlikdir. Bəli. Bir maraqlanan, bir baxan yoxdur. Bax biz qalmışıq belə vəziyyətdə. Rematizma deyə buraxanım. Bəli, bəli. Mənim də evimdə 3 dənə körpə böyüyür. Öz də yaxşı oxuyan nəvələrim də var. İmtahası bax belə. Bax bu gün də hələ indi yaxşıdır. Yağış yağsın biraz görün buralar nə vəziyyətdə olur. Bir yaxınlaşım çəkim oranı. Gördüyünüz kimi əzizləyicilər, Sumqayıt şəhərində acınacaqlı vəziyyət. Şəhid bacısının evinin arxa tərəfi bu vəziyyətdədir. Bax buradan da olur bizim evə. Görürsüz, bax buradan da olur bizim həyətə. Yağış yağanda vəbşə durmaq olmur həyət. Hamısının həyətinə gedir. Tək mənə yox. Amma əsas mənə dəyir də bu zərbə. Mən deyim, icra hakimiyyətə getmişəm, getməmişəm. Yalan danışa bilmərəm də mən. Yalan deyə bilmərəm. Getməmişik heç yerə. Amma xəbərdarlıqları var da, hamısı bilirlər. Bələdiyyə bilir. Bələdiyyə deyirsən, bələdiyyə deyir ki, mənim o qədər imkanım da yoxdur ki, belə eləyəm. Ha bax tendirə düşər, tendirdə belə bir şey. Kimdir bələdiyyə sədriniz? Kimdir bizim bələdiyyə sədrimiz bilmirəm. Heç yaxından görmüsünüz? Qabaq Xəlil baxırdı, indi başqadır. Xəlil Məhəmməd.
Hə, o məhəllə komitəsidir, amma bilmirəm indi kimdir bu saat yalan Ümumiyyətlə deyirəm. yaxından görmüsünüz bələdiyyə Yox, səs? görməmişəm. Görməmişəm. Bəs bələdiyyə seçkilərində səs vermisiniz? Niyə verməmişik? Elə vermişik ki. Bir seçkidən qalmamışıq. Bir seçkidən qalmamışıq. Nə vaxt Məsələn, görürsünüz? kimsə həyətində üzr istəyirəm bir ayaq yolu tikəndə naxadı bələdiyyədə gəlir, icranın nümayəndəsi gəlir, memarlıq gəlir. Bəli, Zabordan 2 daş qaldırdınsa gələcəklər. Biz də bunu nə vaxt qaldırmışıq onda görə. Yəni rəhmətli Heydər Əliyev dedi, mənim yadımdadır, tarixin zadını deyə bilmərəm. Dedi ki, cəmaət haranısa abadlaşdırırsa qoyun abadlaşdırsınlar. Biz buranı onda abadlaşdırmışıq, onda bu evləri tikmişik. Tikmişik, onda Yox, gəliblər, 20 ildir kimsə burada ağzını payını alıb yaşayır. gedib. 20 ildir Və burada yaşayır. gəlmirlər. Nə yol, nə bu yoldur, çoldur, bu şlanqlardır. Bunların hamısını özümüz öz vəsaitimizlə eləmişik. Gəlirlər hazır naşotçuku qoyub gedirlər. Day demirəm, bunu mən 1 kilometrlikdən şlanqla çəkib gətirmişəm. Qazı da öz vəsaitimizlə 500 manatdan pul yığıb çəkmişik. Bəli. İşığı özləri çəkiblər. İşığa yalan deyə bilmərəm. Qazdır, sudur özümüz çəkmişik. Yoldur özümüz düzəldirik. Bizə baxan yoxdur. Burada əhali yaşayırmı, yaşamırmı heç kimi maraqlandırmır. Amma əskər göndəririk. Vətənimizdir, mənim oğlum hərbiçidir. Həkim qız böyüdmüşəm. Burada bu valutanın içində. Dövlətə xidmət edir. Özü üçün pul qazanır. Yəni vətəndaşlarımızı böyüdürük. Əxlaqı ilə nümunəvi. Amma baxanımız yox. Dövlət tərəfindən bizə gəlib baxan yox. Qış oldu, biz çıraq işığında otururuq. Çıraq işığında bizə bir transformator qoymurlar. Bir dənə transformator o kəllədə o girəcəkdə pustan aşağı düşürsən, orada var. Bu boyda cəmaatın hamısı heç eləyə bilmir. O birində deyim varım zaten. And ola Allaha. 5 ilə yaxındır mən kondisioner almışam. O kondisioner 5 gün işləmir. Çünki işığa gücü çatmır. Yoxdur. Deyirsən İşığın deyirlər gücü ki, zaten. yaxşı, eləyəcəyik. Elə o gedəndə çıxıb gedirlər, heç nə it var, nə ip var, heç nə yox. İşıq idarəsindən gəlib baxıbdılar bura. İşıq idarəsindən gəlib baxıbdılar. Qalışdı quyruq gələr. Xanım, burada yaşayırsınız siz də? Neçə ildir burada yaşayırsınız? Çoxdan. 20 il ərzində elə bu acınacaqlı vəziyyətdə yaşamısınız? Bu hələ yaxşı gündür də. Ora keçmiyor. Yerin yası yoxdur, kana belə xəstəlikdir. Cəmaatın evində körpə var, uşaq var. Bəli, körpəsi var. Baba, körpəsin burada böyüdür, bax burada. Mənə lazımdır, mən uşağım burada xəstəliyi tapsın. Yo, Allahın yoluna baxan yoxdur. Valla yerin yası yoxdur. Yağış yağır, yağış evin suyu evin içindədir. Məsələ ilə bağlı rəsmi qaydada harasa müraciət eləmisiniz? Xeyr, eləməmişik. Baxan var ki, eləsə göyə baxacaqlar. Baxan yoxdur, yerin yası yoxdur. Gedib kimə də, icra hakimiyyətinə deyəcək, baxmayacaqlar. Hamısı pul adamdırlar. Rüşvətxorluq baş alıb gedir. Nə vaxta qədər, hara gedib şikayət edirsə, hara ağzı açırsan deyir pul verginə. Bu nədir? Rüşvətxorluq. Rüşvətxorluq. Amma bizim gəlib hələ cəmaatın acınacaqlı vəziyyətin imkan yaradıb, şərait yaradıb, şey eləyər, düz qoş eləyər. Belə şey olmaz. Su yağış yağır, evin içindədir su. Evin içindədir su. Niyə görə olmalıdır? Mən burada niyə görə uşağımı saxlayıb xəstəlik tapmalıdır? Ev daha il qox basıb hər yeri. Allahın bir də yoluna baxan yoxdur. Pul verib xalam 50 manat yola gətirib bir araba qurab töküblər gedib. Mənə lazımdır bu. O bu başdan bəri öyrənməlidir. Nə? Cəmaət hamısı pul verib baxan yoxdur. Yerin yəsi yoxdur. İcra hakimiyyətinə gedib şikayət edirsən, deyir pul verginə. Niyə görə rüşvətxorluq baş alıb gedir? Niyə görə? Deməli yerin yəsi yoxdur. Yerə baxan yoxdur. Böyük yoxdur, birri yoxdur. Hamı birdən toplanıb cəm olsa, gedib şikayət eləsə, yazı surətdə ərizə ilə, qayda ilə, qanunla oya baxarlar. Pulla rüşvətxorluq eləmək lazım deyil. Çünki birri yoxdur bizim millətdə. Bizim Azərbaycana bura baxan yoxdur xanım. Rüşvətxorluqdur. Konkret rüşvətxorluqdur. Kimdir günahkar xanım bu məsələlərdə əsas? Burada icra hakimiyyəti, ondan sonra bu bələdiyyə, icra hakimiyyəti,
Bələdiyyəli eləsə, gəlib bu cəmaatı burada yaşayan insandır. İnsandır, sənin millətindir, şəxsiyyətdir. Ona baxmaq lazımdır. Burada uşaq qalır, böyük qalır, ahıl qalır, cahıl qalır. Niyə görə? Hələ buranın duzu bəsdir də cəmaatın əl-ayağına. Mən Yayda- qaynanamın ayaqlarıdır, indi ayaq üstə qala bilmir. 2 addım yeri şişir. Niyə görə? Hamısı duzdur. Bəs yayda bu istilərin cırhacırında bu illərdə necə dayanırsınız? Niyə? Məcburuq. Zülmdən, zülm neyniyək? Məcburuq. Yerin yəsi yoxdur. Bələdiyyə olsa, icra hakimiyyəti olsa, gəlib başçıxanlıq eləyər, bu insanları şey eləyər, günə çıxardar. Bu daha O günü biz zibilxanadır özümüz- bura. O günü biz özümüz traktor gətirdik. Biraz qazlıq dərinləşdirdik ki, səhər yağış yağanda özümüz çəkirik. O yanda da ev adamları qoymur eləməyə. Gəlib evin üstündən, suyun üstündə ev tikiblər. Qoymurlar ki, heç olmazsa öz vəsaitimizlə turba çəkirik, turba çıxsın, getsin, tökülsün. Hara mənbəyi də orada. Bax imkan onlar da imkan vermirlər. Özümüz öz cibimizin pulu ilə az qalmışıq. Amma yolumuzu yığmışıq. Bax yenə də fikirləşirik ki, yenə də 50 manatdan, 30 manatdan yığaq yolumuzu. Yolumuzu fikirləşirik ya biz ancaq yolumuzu. O bələdiyyə eləməlidir. Eləmirlər də. O bələdiyyə eləməlidir xanım. O biz eləməli Adam deyilik. boğulur. Bax adam boğulur. İnansan birdən evdə oturmaq olmur xanım. Birdən evdə Üfunət bir idi, rütubət bəli, verir bəli. ki, pəncərəni açmaq olmur evdə. Pəncərəni açıb nəfəs almaq olmur ki, evin havası dəyişsin. Dayda çöldən pis hava dolur evə. Yəni bir Qabaq yox idi. Biz burada tikiləndə yox idi da. Sonradan cəmaət ev tikdilər, yekəldi, böyüdü. Kənd böyüdü. Suyun da hamısı gəldi töküldü bura. Bu bütün o nədir? Nə deyir ora? Saray MTK-dan bəri Yaşıldərə başlanmır. Bax oranın suyunun hamısı iki yerə bölünür. Biri o tərəfdən gedir, biri bura ilə gəlir. Bax bu suların hamısı sırf gəlir bizim evin altına doğru. İndi bir damcı yağış yağsın. Gəlib baxasınız. Gölməçələr olur. Görəsiniz bizim hələ evin altı Gölməçə nətər nədir? olur. Gölməçə o yana, Evin evimizin altı. Evimizin altı. Bu saatda baxasan evimizin altı palçıqdır. Hələ qurumayıbdır. Görürsünüz evin vəziyyəti. Duz bir yandan yer, biraz da yağış yağsa su evin içindədir. Evin içindədir. Taxta zad qoyub keçirik evin içində. Əməli başı göl. Buna kim baxmalıdır, kim yiyəli eləməlidir? İcra hakimiyyəti, bələdiyyə, o da eləmir. Eləmir. Dəmir Yerin yol yası vağzalı yox. açılanda, dəmir yol Allah vağzalı Allah. açılanda yolumuzu asfalt eləyirdilər. Gəldilər asfaltı, gəldiyiniz yolu gördünüz də, orada asfaltı saxladılar. Maraqlı bir fakt deyəcəm. buyurun. Bu su ki göstərdilər indi sizə. Bəli. Bu biz bura gəlməmişdən qabaq axırdı. Yəni belə deyək, xırda bir çay şəklində axırdı. Bizlər də gəlib kanalizasiyanı birləşdirmişik buna. Bəli. Bələdiyyə qabaqda bir dənə müharibə veteranına bu həmin ərazini satıb. Rəsmən çertyojla satıb. Su qarışıq. O da qoyub knişkanı üçün bizim qabağımıza suyun qabağını alıb. Fakt veterana torpağı satıb. Bələdiyyə rəsmən. Rəsmən. İcra hakimiyyəti torpaq satıb. Kimdir o bələdiyyə? Veteran. Adam deyin də Başı cənab. bələdiyyenin mən də mi? Bələdiyyə Sultan idi onda, nə kim idi? Sultan inşidirləri idi. Nə bilim. Üstdən maşın keçibdi. Aha. Maşın keçib üstdən burana görə bağlanıbdır yol. Əliyev Tofiq Bişarov. Hı? Bizim əsas yolumuz yol məsələsidir. Gedib gəlmə yolumuz. Uşaqlar işıq məsələsidir. Sonra müəyyən şeylər burada çətinliklər var. Ən əsas da ki, bu bax bizim bu qaz məsələsidir. Qaz biraz zəifdir. Gedib bu balaca uşaqlar məktəbə gedib gələ bilmir. Palçıq olur. Açılır palçıq. Heç olmasa biraz da olsun köməklik edərlər ki, buranı bir balaca asfaltlansın ki, bu körpələr məktəbə gedib gələ bilsin. Biz bir şəhər gedib gələcəyik, biz böyle palçığa da bassaq gedib gələcəyik. Amma körpələr gedib gələ bilmir. Bu körpələr nəzərə almaq lazım. Deyirlər ki, körpələr bizim gələcəyimiz. Amma gələcəyimizdə o körpələrin heç bir şey görmürük. Onlara bir qayğı göstərmirlər ki, o körpələr böyüsün, başa çatsın. Ki, onlar da böyüsün, bir vəzifə yası olsun ki, gələcəkdə onlara desin ki, Allah sizə rəhmət eləsin. Onlara əgər belə getsə, heç elə rəhmət eləsin. Məndən bu qədər. Özünüzü təqdim edin. Hüseynova Suqura. Pensioneram. Gedib gələ bilmək çətindir. Bu gedib gəlmək qızım yolu ötüşdürürük bir tərlə.
qaloşla, nəm tapçıqa ilə zaten bir tane ötüşdürürük. Amma işıq məsələsini heç cür ötüşdürmək mümkün deyil. İnandırım sənə bir gündə bəlkə 10 dəfə, bax sənə ant verirəm ki, gedəsən baxasan. Bizim nə boyda ekranlı televizorumuz işıq üzündən 23-də almışam. O yanıbdı. İndi qiymətini demirəm. O sən çox bahada deyil, amma mənim üçün bahadır da yəni. Hə. Xaladenliklər götürmür. Bax elə belədir, əlimiz belədir. Vay vay vay, xaladenlik nətər drajeniya verir. Tez qaçırıq söndürürük. Hansı dövrdədir? Bəs bura nəqliyyat gəlib gedir? Ümumiyyətlə avtobuslar. Xeyr, bura avtobus görsənmir. Burada avtobus yoxdur. Nə bilim, arada bir nəfər gəldi dedi ki, 100 manatdan yığın, 200-dən yığın, 300-dən yığın, sizə asfalt çəkək. Kimlər dedi o sözü? Valla onu bir yaşlı kişidir, Allah rəhmət eləsin. Getdi bir Bələdiyyə idi. Yox, bələdiyyə deyildi, şəxsi bir insanıdır. Şəxsi bir insan necə sizdən gəlib? Nə bilim, kimlənsə. Ona görə mən siz gələn kimi mən sizə o söz dedim ki, gəlib burada deyən, söz deyən çox olubdu. Amma əməl eləyən yoxdur. Biz əməl eləyən yoxdur. Biz nə qədər burada işığa aid ən böyük problemimiz işıqdır. Xahiş edirəm, əgər əziyyət çəkmisiniz, zəhmət çəkib gəlmisinizsə, icra nə isə eləmək istəyirsə, bu xalqa bir hörmət eləmək istəyirsən burada yaşayanlara. Yaşlı mı, qoca mı? Bax görsən ki, çox adam ta bu yazıb. Bu məsələ ilə bağlı ümumiyyətlə Azər İşığa müraciət eləmisiniz? O 100 dəfə, nə milyon dəfə. dəfə. Sizə cavab olaraq? Ha, yaxşı. Ha, gəliblər də, çəkiliş də eləyiblər, aparıblar da, aparmışıq qazı. Aç bunu yandır görüm. Burada bu nətər deyim, çaydan neçə saata qaynayar. Ha? Onu da açıblar, baxıblar, görüblər ki, bunu 1 saat, 2 saat. Bundan yemək eləyək, çay eləyək, qış odunu yox, ocağı yox, kənd yerlər deyil ki, gedək bir qucaq odun gətirək. Vallahi arada istədik ki, elə peç qurduq, odun işlətdik. Qırılır, batır millət. Xahiş edirəm, yolu 2-ci dərəcə, 1-ci dərəcə işıq məsələsini həll eləyin. Uşaqlar da düzdür, körpə uşaq, mənim də 2 nəvəm gedir burada. Çox vaxtı klok geyinir ayaqqabının üstə. Ya da ayaqqabılarını anası alır əlinə, gör, aparır, vağzalın yanındakı var, ha. Bax, o məktəbə gedir. Yoxdur da, məktəb yoxdur, niyə, hara gedək? İndi gəlib düşmüşük da, indi nə imkan yox idi, gedib yaxşı yerlərdən alaq, nə də dövlət binalarından alaq. Gəlib düşmüşük bura, yavaş, üstümüzü örtmüşük ki, üstümüzə yağış yağmasın. Yəni, o aparır ora, məktəbində də içəri buraxılmır. Yəni o təmiz olur da, məktəb gəlsin neynəsin, onu məktəb düzgün eləyirlər. Orada dəyişdirir, sonra yığır klokuna, götürür gəlir bura palçıqlını. Yəni yol da əsas məsələdir. Bu boyda qəsəbənin bir məktəbi var. Yox, məktəb. Burada qəsəbədə məktəb nə gəzir? 12-ci mikrorayondadır, 12 ən yaxını. Yoxdur burada. Nə məktəbi var, nə bağçası var. 10-cu mikrorayona gedir. 24 nömrəliyə. Özünüzü təqdim edin. Orucova Əlvanə. Nə pensiya almıram, deyəm ki, nəsə eləyirəm, xəstəlik pensiyamı da kəsdilər, o öz yerində. Yol yox, öz gücümüzdə tökmüşük bu daşları. Amma yenə də nə xeyri var ki, yağış oldu, bütün suyun içində olur hamısı. Kanalizasiya özümüz düzəltmişik bir babat, düzəməlli işləmir. İşıq stolbaları oradan aşır qaz turbasının üstünə qorxa-qorxa qaldıq ki, indi partlayış olar ya bir şey olar. Yay olur, xaladeniklərimiz işləmir. Bir damca ət alırsan, kasıb adamlar da hamısı burada. Ərzaqlar xarab olur. Xarab olur. Hamısı bilmirsən niyə eləyəsən. Mənim evimə su çıxmır, motorla çıxır. Yay oldu, ümumiyyətlə su görmürük. Çünki gücü çatmır işığın vursun ora. Qışda olanda sən bir damca istiliyin qalxmır, heç nə. Amma nə xeyri? Kim gəlir bura şeylir? Bayaqları o xanım dedi, sonra düz deyir. Gəldilər bir vaxtında, korona vaxtında rəhmətə getdi o kişi. Gəldi buradan 15 manat, 20 manat, 100 manat, nə bilim pul verin. Yolu ölçdülər, 4 metrə olsun, nə bilim neçə metrə olsun. Buradan nə marşrut yoxdur. Nə olar ki burada yaşayırıq? Marşrutu yoxdur, yolu yoxdur, işığı düzəməlli deyil. Öz gücümüzə bunu düzəldirik. Onu nə vaxta qədər? Nə maaş alır cəmaət ki, yeri gələndə həm 1000 manatla alsın, 800 alsın. 4 uşağı var mənim oğlumun, hansı birini eləsin ki? Yolu eləsin, qarnına versin, əyninə versin, məktəbinə versin. Hansı birini? Ümumiyyətlə Sumqayıt Yəni, şəhər icra hakimiyyətini yaxından görmüsünüz, tanıyırsınız, adın soyadını bilirsiniz. Bilirəm adın soyadını, bilirəm ki, Zakir müəllimdir. Heç familiyasını da bilmirəm, soyadını da bilmirəm. Bilmirəm, niyə bilmirəm? Bilsəm nədir, bilməsəm nədir qızım?
Bilsəm nədir, mənim 62 yaşım var. Bundan sonra ha olmuşam nədir, olmamışam nədir. Heç olmasa uşaqlar normal bir vəziyyətdə yaşasınlar. Burada baxsınlar da, xahiş eləyirik. Bəli, nə olar ki? Biz də bu dövlətin vətəndaşıyıq, biz də bu dövlətin sakiniyik, millətiyik. Nə olur ki? Vergi ver, hər şey. Vergi veririk, sığorta veririk həkiminə, nə bilim pensiya fonduna, işıq pulsunu verirəm, qaz pulsunu da verirəm, su pulsunu da verirəm.